Cazı mənalı sözlərdir. Həqiqi deyəndə bir şeyin ilkin versiyası, həqiqi versiyası əsasən daha çox götürülür əvvəldən yaranmış forması, yəni özümüzdə olan, daha çox insanda olan formasından götürürük, köçürük hər hansısa bir əşyanın üzərinə. Bu zaman olur nə? Məcazi forması. Məsələn, həqiqi deyəndə, bax deyirəm ki, ayaq. Ayaq deyir kimi ağlımıza nə gəlir? Nəyin ayağı gəlir? Bəli, kimin ayağı daha doğrusu? İnsanın ayağı. Ağız deyən kimi insanın ayağı. Çünki həqiqətən o insana mövcuddur da. Göz deyəndə insanın, başqa bir göz ağlına gəlir. Burun deyəndə insanın, diş deyəndə insanın, qol deyəndə insanın qolu. Dil deyəndə və baş deyəndə insanın dili, insanın başına söhbəti. Bir də var ki, mən bunu köçürüm, hər hansısa bir əşyaların üzərinə bənzədirəm. Məsələn, pəncərənin ağzı var məyər, orada yemək yeyə biləyim? Yox. Amma mən nə deyə bilərəm? Deyirəm pəncərənin ağzı və ya pəncərənin qapının ağzı və ya pəncərənin gözü. Yaza bilirəmmi? Gəlirəm, məsələn. Bu həqiqi məndə olandır. Yazıram ki, insanın ayağı. İnsanın ayağı. İnsanın ağzı, insanın gözü. Həqiqətən mövcudda bu sözlərin həqiqi mənası və yaxud insanın burnu, insanın dişi, insanın qolu, insanın dili, insanın başı. Deyə bilərsən müəllim, bəs pişiyin gözü deyəndə məcazidir, xeyr, yenə həqiqidir. Həqiqətən pişiyin gözü var da və yaxud da itin ayağı, itin nə bilim, burnu, bəli, mövcuddur. Deməli, heyvanları da bunlar, həmin bu adlarsa da olanlar, həqiqi mənlidir. Amma götürüb cansız əşyaya köçürürəmsə, bu zaman olur nə? Məcazi. Məsələn, gətirdim bənzədərək. Deyirəm ki, bir də bir söz, bir də vardır, üz. İnsanın üzü həqiqi məndadır. Məsələn, gətirirəm. Deyirəm ki, suyun üzü. Suyun üzü. Məyər suyun üzü insan üzü kimidir? Xeyr. Suyun üst qatı deyil, mən onun üzünə bənzədirəm. Suyun üzü. Və yaxud deyirəm ki, çayın qolu. Məyər çayın qolu var, qolu mən götürməsə eləyir. Xeyr. Sadəcə nə deyil? Əsas, real, mövcud vəziyyətindən. Gətirdim, köçürdüm nəyə? Məcaziliyə. Oldu nə? Çayın qolu. Buyur ayın. Qapının ağzı, bəli. İnsanın ağzından götürdüm, qapının ağzına köçürdüm. Sadəcə bənzətdim.